Salamünaleyküm. Bir bu qardaşımızı dinləyin. Ayətdə də var, namaz qılmayan cənnətə düşə bilərmi? Peyğəmbərimiz Aleyhisselatü Vesselam'ın hədisi var ki, qəlbində zərrə qədər imanı olan sonunda cənnətə gidəcək. Sonunda cənnətə gidəcək. Amma kimsə də arxain olmasın ki, nə yaxşı olsa axırda cənnətə gedəcəm deyib namaz da qılmayım, oruç da tutmayım, günah da dözərəm da biraz. Bu da şeytani bir tuzaqdır. Eğer ki bu düşünceye kaplarsan, ibadeti terk edersen veyahut da namazı, niyazı, Allah korusun büyük bir əzab var bunların tərkində. Namaz qılmayan cənnətə düşər. Qardaşımız çox gözəl buyurdu, çox doğru dedi, amma orada bir şeyi unutdu böyük ihtimal ki, şeytanın məqsədi bir insanı namazdan eləmək deyil. Yəni ən son məqsədi o deyil. Şeytanın ən son məqsədi insanı imandan eləməkdir. Bir insanı qardaş düzə arxain olmasın ki, onsa namaz qılmıram, sonra cənnətə gedəcəm. Xeyr, şeytan zaten boş durmayacaq. Şeytan həmin insanı imandan etməyə çalışacaq ki, o adam əbədi olaraq cəhənnəmdə qalsın və heç vaxt cənnətə gedə bilməsin. Şeytanın əsl qayəsi budur.